Aziz kardeşler, aziz izleyiciler, aziz kardeşler, gördüğünüz bak bu cüre heyvanlar satılır. 500 baş heyvandır. 500 baş. Hamısı birinci, ikinci qarnar. Bir gündən may ayının 22'sidir. Bak may ayının 22'si. Bak bu Laçındır. Aksaqqalın qoyunu satılır. Sözü sırf Laçındadır. Allah xeyrin versin. Allah bərəkət versin. Allah çok xeyir versin ay baba. Allah məhsuluna bərəkət versin. Ürəyim açıldı vallahi gördüm. Halaldır ki bu cürə, bu yaşda bu cürə heyvan saxlamısan. Kişinin özünün 85 yaşı var maşallah, heç o yaşı vermək olmaz. Oğlanları Bakıda işləyir, özü də ki burada təsərrüfatlandır. Maşallah olsun. Bu cürə də heyvanı var kişinin. Kişinin heyvanı bir 10 dənəsi doğub, bir 2-3 gün içində. Heyvanlar doğur, bak görürsünüz. Bak bu cürə heyvanlar. Bozdu da kişinin heyvanı sırf kardeşler bozdu. İçində 5-10 dənə qulaqlı qoyun var, o da deyir qohumun qoyunu. Bak belə kişinin qoyunları bak bunlardır, bozlar. Bak tatarlar sosları. Sırf beyləqan cinsi. Bak bunların hamısı xam üşəkdir. Keçənli ki, inişil ki quzulardır. Görürsünüz. Maşallah kişinin qoyunu danadır da dana. Toğullara bak içində. İçində elə 170 dənə birinci qarnadır. Bak bunlar. Allah xeyir versin alan qardaşlara və satan qardaşlara xeyir versin. Bu gözəl ağsaqqal da bu qoyunu xeyrə satır inşallah. Kim alsa xeyri də olar. 15 tane de qoçu var. Bir gündən may ayının 22'sidir. Aziz qardaşlar, bak 22'sidir. Kim almaq istəsə zəng eləyib, buyurub gəlib ala bilər. Kələd də kişinin qoyunu həqiqi kələdir. Qoçdan seçilmir. Hər birisi bak qırxıqlarına bak belə çıxacaq, qırtdırır heyvanı kişi. Bir gün sabah deyir heyvanı qırtdıracaq. Deyir bir 200-250 tane belə yetiyi var. Bak. Görsən, hamısı yetirib. Kişinin qoyunu farraş boğazdır.